Salam siz izleyicilerim. Bugün çok asan 3 məhsulla, belə deyək 4 məhsulla çox asan şirniyyat hazırlayacağıq. Bu uşaqlığımızın şirniyyatıdır. Kalbasa şirniyyatı. Bizə lazım olacaq yubiley şirniyyatı. Hardasa 2 paçka. Biz onu rahat blenderdən əzirik. Əzdikdən sonra isə bir qaba boşaldırıq. Üzərinə yumuşalmış kərə yağı hardasa 60 qram əlavə edirik və 2 xörək qaşığı kakao və xırdalanmış qoz əlavə edirik. Yaxşıcana qarışdırırıq. Azacıq vanil də tökə bilərsiniz və 1 banka 200 qram qatlaşdırılmış süt. Bunu tam kütle halına getirdikten sonra bir pingvin klokunun üzerinde, streç klokunun üzerinde kalbasa şeklinde salıp soyuducuda 1-2 saat saklayırıq. Daha sonra ise kalbasa şeklinde doğrayıp çayla, kofeyle nuş edirik. Ümid edirəm ki, asan videolarını bəyənirsiniz. Kanalıma abunə olmağı unutmayın. Xahiş edirəm, like koyun. Like'larınızı koymağı unudursunuz. Baxış sayım yaxşıdır, amma like koymursunuz. Komentaryalarda da öz fikirlərinizi yazmağı unutmayın. Nuş edin, çox dadlıdır. Akşam çay süfrənizdə ümid edirəm ki, çox asan yolla hazırlayıb nuş edəcəksiniz. Teşekkür edirəm.